Əvvəlki dərsimizdə namaz qılanın şərtlərindən danışdıq. İndi isə keçid edək namazın özü ilə bağlı olan şərtlərə. Məlumdur ki, namazın müəyyən şərtləri vardır. Birinci şərt təharətdir. Burada təharət deyildikdə nəcasətdən təmizlik, dəstəmaz və qüsul kimi əməllər nəzərdə tutulur. Buna görə dəstəmazsız olan şəxsin, həmçinin nəcasətdən təmizlənməmiş kəsin namazı səhih olmaz. İkinci şərt vaxtın daxil olmasıdır. Əgər bir insan məğrib namazını günəş batmamış qılarsa, onun namazı səhih olmaz. Üçüncü şərt övrətin örtülməsidir. Buna görə də övrəti açıq olan şəxsin namazı səhih olmaz. Dördüncü şərt qibləyə yönəlmək, beşinci şərt isə niyyətdir. İndi isə namazın şərtlərini bir-bir izah etməyə başlayaq. Birinci şərt təharətdir. Yaxşı, təharətin növləri hansılardır? Təharət iki cür olur. Hədəsdən təharət, yəni dəstəmaz və qüsul almaq, ikincisi isə nəcasətdən təharətdir, nəcasətdən təmizlənməkdir. Bu ikisi arasındakı fərqi kim deyə bilər? Şeyx çox gözəl bir cavab verdi. Hədəsdən təharətdə niyyət şərtdir. Yəni, dəstəmaz və qüsul aldıqda niyyət etmək şərtdir. Lakin nəcasətdən təharətdə, yəni nəcasətdən təmizləndikdə niyyət şərt deyildir. Yəni, məsələn, əgər bir yerə yağış yağarsa, nəcasətli bir yerə yağış yağarsa və yer təmizlənərsə, biz torpağın təmizləndiyinə hökm verikmi? Bəli, hökm veririk. Halbuki burada o nəcasətin təmizlənməsinə heç kim niyyət etməyib. Amma nəcasət yenə də təmizlənir. Çünki nəcasətdən təmizlikdə niyyət şərt deyildir. Başqa bir nümunə. Əgər bir dəli paltarı götürüb 7 dəfə su ilə yusa, paltar təmiz olar? Bəli, olar. Niyə görə təmiz olar? Çünki nəcasətdən təmizlikdə niyyət şərt deyildir. Ona görə bunu dəli də eləsə, başqa biri də etsə, əsas odur ki, nəcasət təmizlənsin. Yəni, niyyət etməyə ehtiyac yoxdur. Amma hədəsdən təharətdə isə hal belə deyildir. Yəni, məsələn, bir məcnun dəli niyyət edə bilmir. Gəlib qüsul və yaxud dəstəmaz alsa, səhih olacaqmı? Əlbəttə ki, yox. Çünki niyyəti səhih deyildir. İndi isə gəlin hədəsdən təharətdən bir qədər təfsilatlı danışaq. Burada əsas 4 anlayış vardır. Mutatahhir, yəni təharət alan şəxs, dəstəmaz və qüsl olan şəxs. Mutatahhar bihi, yəni həmin o özü ilə təharət alınan vasitə, burada qəsd əsasən sudur. Təyəmmüm zamanı torpaq da bu babda zikr edilə bilir. Təharət, yəni əməlin özü, dəstəmaz və qüsl əməli və mutatahhar minhu, yəni hansı səbəbdən ki, o təharət alınır. Ondan bəhs etmək lazımdır. Əlbəttə, dəstəmaz alan şəxs üçün bir neçə şərt vardır. Onlardan birincisi, həmin kəsin müsəlman olmasıdır. Çünki niyyət şərtdir, o cümlədən ibadətdir. Əgər kafir olarsa, bu ibadət ondan səhih olmayacaqdır. Başqa bir şərt isə, onun ağlının başında olmasıdır. Yəni, əgər dəli olarsa, onun dəstəmazı və qüslu səhih olmayacaqdır. Çünki niyyət etmə iqtidarında deyil axı. Həmçinin mümeyyiz olmalıdır. Mümeyyiz məzhəbə görə 7 yaşına çatmış kəsə deyilir. Yəni hələ tam həddi buluğa çatmayıb, amma 7 yaşına çatıb. Ayırd etmə qabiliyyəti var. Artıq niyyət edə bilir. Başqa bir şərt isə onun niyyət etməsidir. Çünki əməllər niyyətlərə görədir. Mutatahhar bihiyə gəldikdə isə, yəni təmizləyici həmin o vasitəyə gəldikdə isə, bu sudur və yaxud təyəmmüm zamanı torpağı da bura əlavə etmək mümkündür. Təharətə gəldikdə isə təharət 2 növdür. Kiçik təharət, yəni dəstəmaz almaq və böyük təharət. Buna da qüsul deyilir. Hədəs də 2 növdür. Kiçik hədəs vardır, dəstəmazı pozan hallara aiddir. Bir də böyük hədəs vardır, hansı ki, bu da qüslu vacib edən hallardır. İndi keçid edək mutatahhar bihi, yəni həmin o təmizləyici vasitələr mövzusuna. Dedik ki, bu ya su olur, ya da təyəmmüm zamanı torpaq olur. Su 3 növdür. Tahur su, tahir su və nəcis su. Əvvəla tahur sudan başlayaq. Tahur su nədir? Əsas qayda budur ki, suyun əsli tahurdur. Tahur su əsildir. Yəni, məsələn, bu əlimdəki su var, bu tahurdur, tahirdir, yoxsa nəcis?
tahırdır. Yaxşı, niyə görə tahırdır? Çünki əsl olan onun tahır olmasıdır. Yaxşı, nə zaman su əsli hökmündən çıxır? Ya da bundan əvvəl gəlin tahır suyun xüsusi hökmlərini öyrənək. Tahır suyun xüsusi iki hökmü vardır. Hədəsi yalnız tahır su qaldıra bilər, yəni tahir su ilə dəstəmaz səhih olmaz. Həmçinin nəcasət yalnız tahır su ilə aradan qalxar. Yəni digər təmizləyici vasitələrdən istifadə edib tahır su işlədilməzsə, məsələn, yuyucu toz, başqa vasitələr istifadə edilir, amma tahır su işlədilməzsə, bu halda nəcasət hökmən təmizlənmiş sayılarmı, yoxsa sayılmazmı? Bu məsələdə alimlər arasında iki görüş vardır. Fəqət məzhəbə görə, həmçinin bir çox alimlərə görə nəcasət hökmən təmizlənmiş sayılmır. Yeri gəlmişkən, biz burada məzhəb üzrə gedirik. Keçən həftə giriş dərsində də qeyd etdiyimiz kimi, məzhəb qəbul edib, məzhəb üzrə getmək İslam fiqhinin böyük alimlərinin tarix boyu etdiyi əməllərdən olmuşdur. Və əlbəttə ki, yüksək elmi mərtəbəyə çatan hər bir kəs bu yol tutmuşdur. Allah subhanahu wa ta'ala Qurani Kərimdə buyurur ki, lakin siz Rabbanilər olun. Və bəzi alimlər demişdilər ki, Rabbani insanları elmin kiçiyi ilə böyüyünə doğru tərbiyə edən kəsdir. Yəni, ən birinci elmin kiçiyindən başlayaraq, addım-addım, piləkən-piləkən irəliləmək lazımdır. Bu yol hər bir elmdə keçərlidir. Yəni, təkcə fiqhdə belə deyil. Hansı elm olursa olsun, onu öyrənmək istəyən şəxs bir görüş üzrə başlamalıdır. Məsələn, nəhv elmi, ərəb dili qrammatikası. Nəhv elmini öyrənmək istəyən birinə hər məsələdə kufəlilərlə bəsrəlilərin ixtilafını, Əl-Əxfəşin, İbn Xarufun, İbn Usfurun seçimlərini danışsalar, bu adam bu üsulla qrammatika öyrənə bilərmi? Əlbəttə ki, yox. Belə etməklə yalnız bu elmi insanın gözündə çətinləşdirmək mümkündür. Hətta ingilis dili öyrənərkən belə, ya Britaniya ləhcəsi ilə, ya da Amerika ləhcəsi ilə başlayırsan. Amma başlanğıc səviyyədə olan birinə bu sözün yazılışı barədə iki ləhcə var deyirsə, necə olar? Hələ insan ABCD səviyyəsindədir, ona artıq ixtilaflar, fərqli vəcihlər öyrədilir. Əlbəttə ki, bu düzgün deyildir. Eyni şəkildə fiqh tələbəsi də fiqhə mötəbər fiqhi məktəblərdən birinin görüşü ilə başlamalı, onu öyrənməli, ona etimad etməli və onunla əməl etməlidir. Hətta bu görüşlə Allaha ibadət etməsində də heç bir problem yoxdur. Məsələn, bir şəxs namaz qılıb desə ki, mən Zədul Mustaqni əsərinə əsasən namazın sifətini öyrəndim və oradakı kimi tətbiq elədim. Və əgər əlbəttə ki, adam müctəhid deyilsə, özü ictihad mərtəbəsinə yüksəlməyibsə, günah etmiş sayılarmı? Əlbəttə ki, yox, heç bir günah yoxdur. Və o Allah subhanahu wa ta'ala'nın huzuruna məsuliyyətsiz olaraq çıxar. Buna görə də biz burada fiqhi milyon hədisi əzbər bilən bir imamın görüşünə əsaslanaraq izah edirik. Bu da İmam Əhməd ibn Həmbəl rahiməhullahın məzhəbidir. Hər bir halda mövzudan çox uzaqlaşmayaq. Düzü, mən biraz mövzudan kənara çıxmağa meyilliyəm. Allah sizə səbir versin. Keçək suyun ikinci növünə. İkinci növ su tahir sudur. Yəni, tahir su nə zaman tahir suya çevrilir? Birinci hal odur ki, təmiz bir maddə ilə suyun dəyişməsi halı. Yəni, tahir suyun rəngi, qoxusu və yaxud dadı təmiz bir maddə ilə dəyişir. Məsələn, suyun içinə çay yarpaqları atılıb və suyun artıq rəngi dəyişib, dadı dəyişib. Bu halda artıq o su deyildir, çaydır. Və o tahir su hökmündə deyildir, tahir su hökmündədir. Əlbəttə ki, bu cür su ilə dəstəmaz və yaxud qusl almaq olmaz. Həmçinin nəcasəti də aradan qaldırmaq səhih olmaz. Tahir su ikinci bir səbəblə də tahir suya çevrilir. O da hədəsi qaldırmaqda istifadə olunması halına aiddir. Yəni, bu nə deməkdir? Məsəl üçün, cünub bir şəxs qusl alıb və istifadə olunmuş suyu ləyəndə toplayıb. Yəni, bədənindən düşən o suları ləyəndə toplayıb. Bu su artıq tahir sudur. Çünki hədəsin qaldırılmasında istifadə olunur. Bu suyla yenidən qusl və yaxud dəstəmaz almaq səhih olmayacaqdır. Keçid edək suyun üçüncü növünə. Suyun üçüncü növü nəcis olan sudur. Su iki halda nəcis olur. Birinci hal odur ki, suya nəcasət düşsün, rəngi, dadı və yaxud qoxusu dəyişsin. Bu halda artıq su birbaşa nəcis olacaq. Yaxşı, bəs suya nəcasət düşsə,
amma dəyişməsə, yəni 3 vəsfindən biri dəyişməsə, burada hökm necə olacaq? Deyirik ki, burada təfsilat vardır. Əgər su 2 qüllədən azdırsa, bu halda nəcis olur. Əgər 2 qüllədən çoxdursa və yaxud 2 qüllədirsə, bu halda su tahir olaraq qalır. Yəni suya əgər bir nəcasət düşərsə və su 2 qüllədən çoxdursa və yaxud 2 qüllədirsə, su artıq nəcis hökmündə olmur, hətta tahirdir. Yaxşı, 2 qüllə deyilən miqdar tam olaraq neçə litrə bərabərdir? 2 qüllə təxminən 230 litrdir. Təxminən. Yəni, məsələn, 500 litrlik bir çənə nəcasət düşsə və suyun rəngini, qoxusunu, dadını dəyişməsə, bu halda həmin suyun hökmü nə olacaq? Həmin su tahirdir.